Şərur rayon Şəhidlər Xiyabanında keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı General-leytenant Kənan Seyidov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbir başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından dövlət himni səsləndirilib. Şərur rayon icra hakimiyyətinin başçısı Kamal Cəfərov, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük vətən müharibəsində qazanılmış tarixi zəfərdən bəhs edib. O, şəhid İbrahim Vəlizadənin vətənə sədaqətindən, göstərdiyi qəhrəmanlıq nümunələrindən, keçdiyi şərəfli ömür yolundan və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində belə qəhrəmanların örnək rolundan danışıb. Qeyd olunub ki, 11 iyun 1998-ci ildə Şərur rayonunun Vərməzyar kəndində dünyaya göz açan İbrahim Vəlizadə vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə igidliklə vuruşub. O, döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Göstərdiyi qəhrəmanlığa görə şəhidimiz ölümündən sonra vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib. Çıxışlarda vurğulanıb ki, şəhid İbrahim Vəlizadə və onun kimi vətən yolunda canından keçən qəhrəmanlarımızın göstərdiyi fədakarlıq xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Qeyd olunub ki, onların əziz xatirəsinin yaşadılması, qəhrəmanlıq salnamələrinin gələcək nəsillərə çatdırılması və vətənpərvərlik dəyərlərinin təbliği hər birimizin üzərinə düşən mühüm vəzifələrdəndir. Tədbir çərçivəsində şəhid ailələri adından şəhid İbrahim Vəlizadənin atası Səməd Vəlizadəyə xatirə hədiyyəsi təqdim olunub. Sonda şəhid İbrahim Vəlizadənin büstü önünə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Heydər Məmmədov, Rahib Babayev, NTV Xəbər.